Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda sənədləri tam qaydasında olan 2 sot torpaq sahəsində belə bir 3 otaqlı həyət evi satışa çıxıbdır. Ev tam təmirli vəziyyətdədir. Qeyd etdiyim kimi sənədlər var. Notarial qaydada alğı-satqıya gediləcəkdir. Pəncərələrinə göründüyü kimi dəmir barmaqlıqlar vurulubdur. Geniş bir həyəti var ki, rahatlıqla bir neçə maşın həyətinə yerləşər. Kombi aparatı göründüyü kimi burada yerləşir. Evin yan tərəfində keçməyə yeri var. Ev kürsülüdür, zirzəmisi var. Böyle bir həyətdə gül ağacları da əkilib. Həyətinə trap xətti də var. Kanalizasiya xətti, mərkəzi kanalizasiya xəttidir və həyətində bax belə bir ayaq yolçusu da var ki, buradan da istifadə etmək olar və bu isə bir qapı qoyulubdur ki, evin o biri küçəyə də, yan tərəfə də keçməyə yer var. O biri küçəyə də keçmək mümkündür. Burada isə belə bir qardırop yeri saxlanılıb. Qeyd etdiyim kimi zirzəmisi də var evin. Geniş bir zirzəmisi, bir daha həyətini göstərir və göründüyü kimi də həyətinə daş döşənibdir. Və evin içərisinə daxil olaq. Evə daxil olduqda dəhlizə göründüyü kimi bax belə bir qardırobu var. Kombi qeyd etdiyim kimi aparatı var, radiatorların hər biri qoyulubdur. Burada belə bir mətbəxi tam təmirli vəziyyətdədir. Göründüyü kimi çox gözəl bir təmir olunubdur. Burası isə zal otağıdır. Qonaq otağı, evin dörd bir tərəfi qoşadaşla tikilibdir. Belə bir zal otağı. Döşəməsi laminatdır. Və 2 yataq otağı. Bura bir yataq otağı. Bura isə ikinci bir yataq otağı. Göründüyü kimi ev tam təmirli vəziyyətdədir. Bura isə hamam otağı, metla kafedir. Evin başlanğıc qiyməti 83.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.